Bağışlayan və mehriban Allahın adıyla vaxtınız xeyir izləyicilər. Qadro verilişi Könül TV efirində yenidən görüşünüzə gəlib. Ramazan ayı boyunca silsilə verilişlər çəkirik və bu verilişlərdən biri bugün Ramazan və bəşəriyyət haqqında olacaq. İnanırıq ki, seçdiyimiz mövzu və təqdim edəcəyim qonaq sizin marağınıza səbəb olacaq. Eləcə verilişimizi bəyənin, paylaşın. İnanın ki, bu bəyənməklə bizə böyük dəstək ola bilərsiniz. Dediyim kimi, Ramazan və bəşəriyyət haqqında müzakirə aparaq. Müzakirəyə bağlı verilişimizə ilahiyyatçı Hacı Sahib Məmmədovu dəvət etmişik. Hacı, xoş gəlmişsiniz. Çox sağ olun. Allah razı olsun. Salamlayırıq sizi, bizi izləyən hər kəsi. Allah qəbul eləsin. Allah razı olsun. Təşəkkür edirik. Təkliflərinizi qəbul edirsiniz, gəldiniz. Ramazan və bəşəriyyət. Bu barədə müzakirə aparaq inşallah sizinlə, Hacı. İlk son belə olacaq ki, Ramazan insanlara nə öyrədir, Hacı? Bəli, mübarək Ramazan ayının insanlara verdiyi bir çox dərslər var. Və Ramazan ayı sadəcə bir zaman kəsiyi deyil, təqvim ayı deyil. Eyni zamanda bir həqiqətdir ki, bu həqiqətin də dediyimiz kimi insanlara öyrətdiyi bir çox məsələlər var və həqiqətlər var. Onlardan biri Ramazan insana insanın kimliyini öyrədir. Eyni zamanda da Allahı tanıtdırır. Çünki insan əgər özünü tanısa, Allahını tanıyar. İnsan niyə görə Allahını tanımır, Allahını unudur? Çünki özün unudub, özün tanımır. Peyğəmbərimizin və Həzrəti Əli əleyhissalamdan da belə bir hədis var ki, "Mən ərəfə nəfsə fəqəd ərəfə rəbbə." Özünü tanıyan Allahını tanımış olar. Ramazan ayının insana verdiyi ən mühüm dərslərdən biri insana onun özünün kimliyini öyrədir. Eyni zamanda da nəticə etibarı ilə Allahı insan tanımış olur. İnsan əlbəttə ki, zəif bir məxluqdur və insan gücsüz bir məxluqdur. İnsanın günahlarının bir çox səbəbi insanın özünü güclü və qüdrətli bilməsidir. İnsanların günahlarına, fəsadlarına, yəni törətdiyi cinayətlərə baxanda görürük ki, bunun kökündə insanın özünü müstəqil görməsi, insanın özünü güclü görməsi dayanır. Hətta Quran-ı Kərimdə də ayə var ki, "İnnəl insana ləyətğa ən rəahu istəğna." Həqiqətən insan tuğyan elədi, çünki özün varlı gördü, çünki özün imkanlı gördü. Bəli, Ramazan insana insanın fəqirliyini öyrədir ki, insan ehtiyaclı bir varlıqdır, müstəqil varlıq deyil. İnsan çox zəif bir varlıqdır, qüdrətli varlıq deyil. Ramazan ayında oruç tutan insan təbii ki, zəifləyir və gücsüz olduğunu hiss edir. Susuzluğa, suya, yeməyə ehtiyaclı olduğunu hiss edir. Və ələl-xüsusda başının üstündə bir nəfər ali həqiqətin olduğuna özünə ehtiyaclı bilir. Və oruç tutduğu zaman insan başa düşür ki, mən müstəqil deyiləm, mən bir ali əmrə tabe olan bir varlığam ki, əslində həyatımı həmin o ali varlığın əmrləri əsasında yaşamalıyam. Necə ki, mənim günüm səhərdən axşama qədər həmin Allahın istəkləri əsasında tənzimlənir. Mən yaşayışım ona görə olur. Yəni, Allah buyurub ki, oruç tut və mən də oruç tuturam. Sadəcə oruc dinə ayin deyil. Oruc insana öyrətdiyi ən mühüm dərs bax bundan ibarətdir. Ümumiyyətlə, bizim dinimizin bizə göstərdiyi ayinlərin biz mənasına baxanda çox, belə deyək, böyük məktəb görürük orada. Böyük bir tədris görürük orada. Ramazanda da həmçinin. Ramazan ayı insana ehtiyaclı olduğunu xatırladır, Allahın, belə deyək, varlığını insana xatırladır. Ümumiyyətlə, Ramazan ayı bir növ zikr ayıdır. İnsan burada xatırlanmalı həqiqətləri, xatırlanmalı kəsləri xatırlayır ki, mən nəyi xatırlamalıyam, nəyi öyrənməliyəm. Ramazanın öyrətdiyi dərslərdən və bəşəriyyətə verdiyi mesajlardan biri də bundan ibarətdir ki, Ramazan ayı insana diqqətli olmağı öyrədir. Necə ki, oruç tutan insan diqqətli olur ki, mən yeməyim, içməyim, hətta günahlara qarşı verə diqqətli olur ki, savabımı azaldan şeylərdən, günahlardan da çəkinim. Bəli, Quran-ı Kərimin də zatən elə istədiyi bundan ibarətdir ki, hər bir insan diqqətli olmalıdır. Məsələn, fəlyənzur il-insanu ilə təamihi, insan yeməyinə fikir verməlidir. Bax, Ramazan bunu öyrədir insana.
diqqətli olmağı öyrədir, pəhrizkar olmağı öyrədir. Necə ki, Qurani-Kərim buyurur ki, orucun vacib olmasının səbəbi elə insanlarda təqva keyfiyyətini yaratmaqdır. Allah orucu vacib elədi ki, insanlar təqvalı olsun. Yəni, təqvalı olmaq nə deməkdir? Diqqətli olmaq, məsuliyyətli olmaq. Ramazan ayı, bax, insana məsuliyyət öyrədir. Ramazan ayı insanın yadına fəqirləri salır. Eyni zamanda axirətdə olan aclıq və susuzluğu insana xatırladır. Ki, bərabərlik, birlik ayıdır həm də Ramazan ayı ki, insanlar hamı Allah qatında bir olurlar. Necə cəmaət namazında insanlar bir cərgiyə düzülürlər və hamı eyni olur. Ramazanda da hamı həmin o bərabərliyi, eyniliyi yaşayır ki, Allahın da istədiyi budur zatən insanlardan və insanlar bu cür olsa, təbii ki, belə deyək, cəmiyyətdə insanlar arasında fəsadlar, günahlar da az olar. Əbəs yerə deyil ki, buyurulub, Ramazanda şeytanın qolları zəncirlənir, cəhənnəmin qapıları bağlanır, cənnətin qapıları açılır. Çünki burada insanlar zatən günahlardan çəkinirlər, özlərini qoruyurlar ki, mübarək Ramazan ayıdır və mən orucam. Bəziləri düzdür, bu ayda mümkündür ki, oruç tutmasınlar, amma Ramazan ayı yenə də onlara aiddir. Belə deyil ki, məsələn, mən oruç tutmamışam, Ramazan mənə aiddir. Ramazan hamıya aiddir və üzürlü səbəbdən oruç tuta bilməyən insan da gərək Ramazanın hörmətini saxlaya, çünki Ramazan ilahi ziyafətdir və bu ziyafətdə insan Ramazanın ehtiramını qorumalıdır, saxlamalıdır. Hacı, Ramazan ayının başqa bir adı var, yandırmaq. Bəli, bəli. El arasında belə deyilir. Nə mənaya gəlir? Ramazan ayı belə şöhrət tapıb insanlar arasında adı ilə Ramazana nəyə görə Ramazan deyirlər? Çünki Quranda da gələn bir addır. Yanmaq, yandırmaq, bax, bu mənada gəlir. Bir cəhəti buna görədir ki, Ramazan ayı təbii ki, bir insana çətinlik yaşadır. Çünki Ramazan ayında tutulan orucun bir çətinliyi var. Susuzluqdan insanın yanması var. Ümumiyyətlə o çətinliyin özünün insana əziyyət verməsi, bir növ nəfsinə mübarizədə insan bir növ həmin o yanğını yaşayır. Ona görə o cəhətdən isti vaxtlara düşdüyü vaxtlar olur. Çünki hicri qəməri ilə Ramazan ayı hesablanır və bu isti yay fəslində düşə bilir. Necə ki, biz bunu şahid olmuşuq. Neçə illər bundan qabaq çox isti vaxtlara düşürdü. 16-17 saat və orada Ramazanın Ramazan olduğunu adam biraz da yaxından hiss edirdi. Eyni zamanda da bunun bir mənəvi mənası var ki, günahların yanıb kül olan ayıdır. Çünki Ramazan ayında insanın günahları yanır və kül olur. Bu da bir fürsətdir insan üçün ki, cəhənnəm əzabını, cəhənnəm yanğısını dadmamışdan qabaq insan gərək bu Ramazan çətinliyini, nəfsinə mübarizə, belə deyək, əziyyətini, o yanğını yaşaya ki, ta günahlar yanıb tökülə və nəticədə insan cəhənnəm əzabını görməyə, cənnət nemətlərinin içərisində ola. Bəli, Ramazan ayı bax belə bir aydır ki, günahları yandırır, kül eləyir və insanın da buna ehtiyacı var. Həqiqətən də buna ehtiyacı var ki, insan həmin o günahlar yanıb kül olmasa, insanın o mənəvi inkişafı, mənəvi tərəqqisi mümkünsüz olur. Ona görə də Ramazan ayı elə bir aydır ki, insanı paklayır, bu cəhətdən paklayır. Ona görə Ramazana, bax, Ramazan ayı deyirlər. Yəni, Hacı, bu ayda elə bir adam, insan varmı? İlahi rəhmətdən uzaq düşsün. Bəli, Allah Taala mübarək Ramazan ayında rəhmətini həqiqətən də çox geniş açıb və biz Ramazan ayının istər Qurani-Kərimdə, istər hədislərdə Peyğəmbərimizin bizə buyurduğu fəzilətlərinə nəzər salanda görürük ki, həqiqətən də Ramazan ayında Allah Taala xüsusi, elə bu aya ki, Ramazan ayı Şəhrullah deyiblər, Allah ayı deyiblər. Düzdür, hər bir ay Allahındır. Ümumiyyətlə hər bir şey Allahındır. Amma rəhmət o zamanda və yaxud da o məkanda xüsusiləşmiş olsa, bilirik ki, Allahın bir ümumi rəhməti var, bir xüsusi rəhməti var. Rəhmət xüsusiləşəndə o artıq xüsusi olaraq Allaha nisbət verilir. Bu ayda Allahın rəhməti xüsusi olaraq, belə deyək, məxsus olub.
xüsusi rəhmətini açıb. O ümumi rəhmət digər canlılara da, yemək içmək, məsələn, başqa vaxtlarda da digər canlılar üçün də var. O ümumi rəhmət. Biz də həmin o rəhmət süfrəsinin kənarında qidalanırdıq digər canlılarda. Amma Ramazan ayı Allah ayıdır və insan burada ilahi ziyafətə dəvət olunub. Ona görə də insan üçün Allah xüsusi bir rəhmət açıb. Və bu xüsusi rəhmət, bəli, ümumi rəhməti qazanmaq hünər deyil. Amma xüsusi rəhməti qazanmaq hünərdir. Niyə görə? Çünki ümumi rəhmət kafir də orada bəhrələnir. Digər canlılar da orada bəhrələnir. Amma Allahın xüsusi rəhmətini, necə ki, məsələn, Quran-ı Kərimdə buyurur ki, vəsiət rəhməti, mənim rəhmətim genişdir. Və əleyhissalam da Allahla danışanda deyir, ilahi sənin hər bir şeyi əhatə edən rəhmətinə səni and verir. Amma bəzi məqamlar var, bəzi zamanlar və məkanlar var ki, məsələn, vallahu yaxtassu bi rəhmətihi mən yəşa. Allah istədiyinə öz rəhmətini xüsusiləşdirər. Bəli, bu Ramazan ayı Allahın xüsusi rəhmətinin açıldığı bir aydır. Ona görə də gərək burada insan qazana. Və ümumi rəhmətdən qazanan insanlar üçün Allah Taala xüsusi rəhmətdən qazanmaq üçün qızıl fürsət qərar verib Ramazanı. Ona görə də mümkündür, bəli, bəzi insanlar bu xüsusi rəhmətdən özlərini məhrum etmiş olsunlar. O da elə ən birinci orucu tutmamaqla. Çünki əgər bir insan orucu Ramazanda tutmursa, təbii ki, söhbət üzürsüz insanlardan gedir, yəni normal insanlardan gedir. Onlar əgər tutmurlarsa, özlərini o fəzilətdən məhrum eləmiş olurlar. Bəli, o insanlar ki, oruç tuturlar və orucla yanaşı özlərini də qoruyurlar və ya dediyimiz kimi təqva keyfiyyətini özlərində yaratmağa çalışırlar. Bəli, bu zamanda Allah ona öz xüsusi rəhmətini açır və o xüsusi rəhmətdən bəhrələnməyin ən gözəl yolu bu aya biraz diqqətli olmalıdır ki, yəni Allahımız hər zaman bu cür süfrəni açmır. Peyğəmbərimizin gözəl bir kəlamı var, buyurur ki, ey insanlar, Allahın rəhmət yeli əsir, özünüzü o yelin qarşısında qərar verin. İnsan küləyin qarşısında özün qərar vermir. Çünki bəzən olur ki, külək dağıdıcı olur. Amma elə yellər, küləklər var ki, insan gərək oradan qaçmaya, gizlənməyə, özünü onun qarşısında qərar verər ki, o yeldən, küləkdən ona da dəysin və onun da üzünə əsmiş olsun. Bəli, Allahın rəhməti bu cəhətdən Ramazanda xüsusiləşir ki, gərək Peyğəmbərimiz hətta buyurub ki, bədbəxtdir o insan ki, bu Ramazanda özünü bağışlatdıra bilməyə. Gör, nə boyda böyük bir şans var, fürsət var. Əgər bir adam burada özünü bağışlatdıra bilmirsə, Peyğəmbər buyurur, bədbəxt insandır. Yəni, başqa nə vaxt insan özünü bağışlatdıra bilər ki? Ramazan ayı bu cəhətdən çox böyük fürsət sayılır. Vaxtı da bəhanə edənlər var, yəni ki, uzundur. Məsələn, deyək də 12 saat 30-35 dəqiqədən yuxarı, 12 saat 40 dəqiqə. Yəni, bu insan üçün məncə uzun bir, siz demişsiniz, yayda nələr keçirirlər? Bəzi insanlar var, hətta məsələn deyirlər ki, mənlik deyil, bəzi insanlar deyirlər ki, bacarmaram, hətta bəziləri qorxurlar Ramazan ayında oruç tutmaqdan. Qorxanlar da var ki, məsələn biz də şahidi olmuşuq ki, deyir birdən bacarmaram. Məsələn, necə bəzi xanımlar hicab bağlamırlar ki, bacarmaram, bəzi insanlar var ki, ziyarətə getmirlər ki, məsuliyyətin altında qalaram, sonra bacarmaram. Bir növdə Ramazan ayında, ümumiyyətlə dindarlıqdan bir çox insanlar belə ehtiyatlanırlar ki, özünə inamsızlıq var, özlərinə güvənmirlər. Ramazan ayı bu cəhətdən ən yaxşı fürsətdir ki, yəni insana başa salır ki, sən əgər tutsan, Allah da sənə kömək olacaq. Və Allah sənə kömək olandan sonra görəcəksən ki, hər bir çətinliyin asanlığı olduğu kimi, bu çətinliyin də ki, çətinliyinə görə mən bacarmaram deyirdim, bəli, məndə o iradə zəifliyi var idi deyə mən bu cür düşünürdüm. İradəni möhkəmləndirir və insana o bacararam, belə deyək, təfəkkürünü beyninə yeridir ki, bəli, sən həqiqətən də bacararsan və insan bu işi görəndən sonra, orucu tutandan sonra, bəli, onu insana... O ilk addımdır da, ilk addım attın. İlk addımdır. Davam gedir. Çox sağ olacaq. Allah razı olsun. Qısa da olsa verişimiz, inanın ki, maraqlı oldu, izləyicələrdən nəticə çıxaraq. Təşəkkür edirik. İnşallah, Allah razı olsun. Belə əziz izləyicilər, Ramazan və bəşəriyyət haqqında müzakirə apardıq. Bir verişin də bu gün sonuna gəlib çatdıq. Biz mövzu ilə bağlı verişimizə ilahiyyatçı Hacı Sahib Məmmədovu dəvət etmişdik. Sizə mən Pəmir Rəhimli idim. Növbəti həftədə görüşmək ümidi ilə sizdən ayrılırıq. Allah'a emanet olun. Sağ olun.
Hey!